Azərbaycan ordusunun hərbi qulluqçusu dünyasını dəyişib. Heydər Əliyev adına hərbi institutun kursantı Elnur Əliyev vəfat edib. Məlumata əsasən onun ürək çatışmazlığından öldüyü bildirilir. Vurğulanıb ki, o bir müddət öncə hərbi institutdan sağlamlıq problemləri səbəbilə tərxis olunub. Martın 17-sində Cəlilabad rayon Uzuntəpə kəndində ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın 10 gün sonra xəstəxanada vəfat edib. Qafil Fikrətdin oğlu Əliyevin özünə məxsus idarə etdiyi avtomobilin idarəetmədən çıxaraq su kanalını aşması nəticəsində xəsarət alan sərnişin Mirzəyevə Kitabə Naib qızı müalicə aldığı Cəlilabad rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.